bir gün övladım üçün getmişdim. Valideyn iclası idi. Orada zavuç vardı. Həmişə ona duaçıyam. Dedi ki, burada yer var, amma qrupda var da. Dedim, yaxşı, qrup olsun. Tez sənədlərimi hamısını yığdım, apardım, verdim. İşə daxil oldum. Demək olar ki, Yasamal rayonu, Nəsimi rayonunun məktəblərində qocaman müəllimlərdən xahiş edirdim. Dərslərində gedib oturub, dərslərini dinləyirdim. Bunu mənə heç kim məcbur eləmirdi. Hətta mən bilmirdim mənə sinif verəcəklər. Çünki mən xarici dillər universitetini bitirmişəm. Necə həvəslə, arzu ilə. Amma yer yox idi. Nə qədər növbəyə durmalıydın ki, nə vaxtsa sənin növbən çatsın. Və növbə elə oldu ki, məni ibtidaya götürdülər. Orada tutaq ki, 36 uşaq var idi. Onu da 2-yə vuranda 72 göz baxırdı mənə. O gözlər məndən çox şey umurdular. Əvvəlcədən də insan özünü biraz zəif göstərəndə o sinifə ələ ala bilmir. Mehriban, gözəl, danışdırdım. Birinci nə olur? Yayda hara getmişdiniz? Sizə maraqlı nələr gəldi? Hansı kənddeydin? Görün bu kəndin adını bildi, şəhərin adını bildi və yaxud da gördükləri haqqında artıq məndə onların nitqləri, danışıqları haqqında fikirlər formalaşdı. Bax, ilk günüm elə oldu.